Xoş gördük əziz dostlar. Yenidən qonağımla studiyadayıq. Bir şey qeyd edeyim ki, Azərbaycanın mədəni həyatında ard-arda aprel ayında yəni çox gözəl hadisələr oldu, tamaşalar oldu. O tamaşalardan biri də deməli bizim Respublikanın xalq artisti Şükufə Yusupovanın mono tamaşası oldu. İnanıram tamaşası çox gözəl qarşılandı tamaşaçılar tərəfindən. Mən də öz növbəmdə onu təbrik edirəm, yaradıcılıq uğurları diləyirəm. Və aprel ayında daha bir aktrisamız Respublikanın xalq artisti Firəngiz Mütəllimovanın benefis tamaşası, Varlı Qadın tamaşası oynanılacaq. Səhv eləmirəmsə 17-18 aprel, səhv eləmirəmsə. Buradan da Firəngiz xanımı, Firəngiz Mütəllimovanı, milyonların, minlərin sevimlisi Firəngiz xanımı təbrik edirik və ona yaradıcılıq uğurları arzu edirik. Arzu edirik ki, həmişə səhnədə olsun. Eləcə də yəni bütün sənətkarlarımıza buradan can sağlığı, yeni tamaşalar arzu edirik. Bugün qonağımı sizə təqdim edirəm. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası. Çoxdan da müşahidə edirəm və çoxdan da qonaq etmək istəyirəm. Nəsib bugün imiş. Təxminə xanım Dançıq. Təxminə xanım, xoş gəlmisiniz. Xoş gününüzə gəlim. Təxminə xanım, onu da deyim ki, tamaşaçılarımız yəqin ki bilir. Təxminə xanım az-az görünür. Amma hər görünüşündə də insanın təfəkküründə, mədəni həyatımızda nə isə bir iz qoyur. Yəni elə bir aktrisadır ki, yəni öz imzasını tanıtmaqla yox, yəni öz imzasını sevdirməklə məşğuldur, belə deyərdim. Təxminə xanım, necəsiniz? Abu-hava necədir? Belə deyək də, mən son zamanlar televiziyadan, yəni seriallardan hamısına uzağam. Bəli. Bu mənim şuurlu bir qərarımdır. Yəni ki, mən tam teatra bağlamışam həyatımı. Amma bu da gözəldir. Bizdə çünki bu kinodur, yəni bu seriallardır. Hamısı tənəzzülə uğrayıb. 90-cı illərdən sonra başlayaraq yavaş-yavaş. İndi tam, necə deyim, mən istəmirəm, deyim ki, oturub televizorda özümü görəndə... Xatirinə çəkilmək istəmirsiniz, belə deyək də. Yəni ki, mən öz zövqümü pozmaq istəmirəm deyə. Nə gözəl. Ona görə düşündüm ki, uzaq dursam yaxşıdır. Onun nə pulu mənə lazımdır, ehtiyacım da yoxdur. Nə də ki, yəni ki, orada bir yüksək sənət də yoxdur. Gəlin qaynanın söhbətidir hamısı başdan ayağa. Qonşu davalarıdır. Yəni ki, bunlar məndən uzaqdır. Mən öz inamım ki, var yüksək sənətə. Yəni ki, o yüksək sənəti mən düşündüm ki, teatrda elə özüm necə teatrda işləyirəm, yəni ki, teatrıma bağlıyım və oradan gözlənilir yüksək sənət, teatrda gözlənilir bu. Amma kinematografiyada... Bu, yəni ucuz seriallarda bu zövq parçalana bilərdi. Belə deyək də. Yox, parçalanmaq deyil. Yəni ki, içimdə özüm niyə görə baxıb ona deyim ki, niyə mən çəkildim buna? Yəni, bunu istəmirəm. Nəyə lazımdır? Yəni ki, hamımız baxırıq Amerikan seriallarına, Türk seriallarına, elementar Rusiyanın, Ukraynanın seriallarına. Baxırıq, bəli. Yəni, baxırıq da Alman filmlərinə, seriallarına baxırıq. Netflix var, baxırıq. Elementar, indi Çini götürək. Çin hal-hazırda elə seriallar çəkir ki, yəni ki, Koreyanda atlayıb, keçib, elə gözəldir seriallar. Onlardan sonra yəni zövq yorlanmasın. Yəni ki, mən gedib iki qonşunun davasında iştirak edən bir qonşu olmaq istəmirəm. Üstəlik istəmirəm, yəni ki, ya qaynana olum, ya gəlin olum, ya ana olum. Belə baxanda, belə götürəndə ki, ana rolu üçün yaramıram, deyirlər, gəncsən. Özüm də istəmirəm, yəni televiziyada, səhnədə qız roluna da ki, qocalmışam. Deməzdim amma, maşallah. Yox da, yəni ki, gedib mən, yəni ki, 18 yaşında universitet tələbəsi oynayası deyirəm ki, belə baxanda da. Amma teatrda hələ ki zövq qalıb, teatrda insan yaradıcılıq qalıb. Nə gözəl. O yaradıcılıq da biz aktyorları, biz uşaq kimi idi hamımız da. Bizə
o lazımdır elə bir ki, bir hava kimi, su kimi, yemək kimi. Olmadı biz çox yaşaya bilmirik. Bəli, yaradıcı insanlar spesifik insan. Bəli, bizə o yaradıcılıq hələ ki qalıb orada və onun üzərində biz çalışırıq ki, hamı istəyir ki, nəsə bir şey, nəsə işləsin. Yəni ki, fərq eləmir ki, o baş roldur. Bəli, əsas o ki, teatrda olsun. Yox, əsas odur ki, sənin yanaşmanda o rol var, sənin onu sevməyindir və onu yaradıcılıq mənə elə gəlir ki, hal-hazırda qalıbsa, o teatrda qalıb, teatrlarda düzdür. Yəni ki, orada da başqa nüanslar var. Məsəl üçün, irəli getmək üçün başqa bir şeylər eləməlisən, kimisə qarşısında, yəni belə dayanmalısan. Dayanmırsansa, deməyəm ki, oturmuşsan burada, nə ad alırsan, nə... Yəni ki, mənim umrunda deyiləm onun, çünki o hamısı Sovetin törtöküntüsüdür, o ad söhbətləri. Yəni, layiq olanla bərabər, layiq olmayanlar bilirsiniz nə qədərdir alır. Təminə xanım, yəni birbaşa ada münasibətimiz bax belədir. Hə, yəni ki... Axı, dünyada ad məsələsi yoxdur. Bizdə ad üstündə, amma... Tərənə xanım, baxın, dünyaya baxaq, yoxdur belə bir şey. Hal-hazırda ola bilsin ki, məni kimsə mağazada filanda, bazarda tanımayıb, deməyəcək, hə, mən onu tanıyıram. Deməyəcək. Amma sənət aləmində ki, mən 35 ildir sənətdəyəm, bu sənətdə. Mən sözümü demişəm, mənə hörmət var. Məni qəbul eləyirlər, necə varam o cürə, çünki mən sözü üzə deyirəm, heç kimin dalıca danışmıram, heç bir qalma-qalda yoxam. Sözüm varsa kənarı çəkirəm. Nə gözəl. Nə lazımdır deyirəm, o da mənə deyir, beləcə də qutarır gedir də bu söhbət. Yəni, heç kəsin yanında gözü kölgəli deyiləm. Xeyr, deyiləm. Alnı açıq, üzü ağ yaşayıram. Və indi buradan bizə baxan tamaşaçılarımız var. Əlbəttə ki, mədəniyyət, incəsənət adamları baxır. Yəni, burada seriallarda çəkilən çox aktyorlarımız var. Onların da əməyini itirmirik. Yəni, çoxları buna maddi tərəfdən baxırlar. Yəni, artıq bir qarantlı bir maddiyyat gəlir. Maddi tərəfi də var. Yəni, onları da qınamaq olmaz. Mən heç kimi qınamıram, əzim. Yəni, amma bu sizin yanaşma tərzinizdir. Bu mənim subyektiv fikrimdir. Çox gözəl. Ola bilsin, elə bir seriala ya bədii filmə dəvət eləyəcəklər. Məsələn, Supernatural var, Amerika çəkib. Hə, dəvət elədilər, bizdə də elə bir şey çəkildi. Yəni ki, ola bilsin nəsə nağıl, məsəl üçün bizdə nağıl çəkilmir. Amma bu uşaqlar var, hansılar ki, böyür. Onlar bizim gələcəyimizdir. Onların mənəvi zövqü o uşaq filmlərindən, uşaq seriallarından başlayır. Bəli, elə başlamalıdır. Bizdə Sherlock Holmes başlayıb artıq çəkilməyə. Bilmirəm, bilirsiniz ya yox. Bizim Faiq müəllim qonağımız oldu, aktyor. Çox gözəl bir layihədir. Onu başlayıb çox gözəl bir serialdır və bizim aktyorlar orada çəkilir. Çox yəni Conan Doyle, yəni bu klassikdir, ona müraciət eləməkləri. Yəni bundan başlayıblar və bu gedir. Çox təqdirə layiqdir. Yəni mən də dəstəkləyirəm. Mən tərəfinəyəm ki, uşaqlar üçün nağıl filmləri. Bizim o Ata Kişiyev var idi. Şey çəkirdi, Bir qalanın sirri. Aha, bəli. Sonra onun kitabları da vardı. Bəli. Yəni mən uşaq vaxtı onun nağıllarını oxuya-oxuya. Böyümüsünüz. Yox, sevmişəm onu. Yəni ki, o bir nağılı vardı onun da. Mən onu hətta özüm oturdum, senariləşdirdim, raskadrovka elədim, nə elədim, nəsə də o cürə. O İbrahim və oğlu Bəxtiyarın sərgüzəştləri. Baxın, nağılın içində nələr var. O vaxtı, Sovet vaxtı, onu o vaxtı senzura qəbul eləmədi. Ki, yəni, bilməm niyəsə, dabro vermədilər. Özü bədii film çəkmək istəyirdi, bir neçə serialı. Sonra elə bil ki, o buradan çıxıb getdi. İş ondadır ki, eləcə də rəhmətə getdi Rusiyyətdə və bastırıldı adsız bir
bomş kimi bildilər. Yəni ki, o cür dahi bir insanın sonu. Kimin əvvəli, kimin sonu? Bəli, yəni ki, o çox dahi bir insandır. Çünki onun belə baxaq da bizim bütün tamaşaçılar onun filmləri üzərində böyüyüblər. Düz deyil? Bəli. Tam razıyam. Sehrli xalatdır, bir qalan sehrli. Şedevrlərdir. Yəni onlar bizim şedevrlərimizdir. Bəli, bizim tariximizdir. İncəsənətimizin tarixidir. Bəli, həmin insan İbrahim və oğlu Bəxtiyarın sərgüzəştlərini yazmışdı. Deməli, orada İfritə də var idi, küpəgirən qarı, şah vardı, şahın qızı vardı. Bütün personajlar var idi. Divlər var idi, əcinələr vardı. Yəni ki, o dərəcədə maraqlıdır ki, məsəl üçün, var o 10-cu Krallıq serial var da, yəni ki, çox gözəl bir serialdır, o Amerika çəkib. O tipdə, yəni ki, bizdə də elə bir nağıl serialları çəkilə bilər. Elə buradan başlamalıyıq. Yəni, buradan formalaşmalıdır gənclik. Təməl buradan qoyulmalıdır. Bəli. Çox gözəl. Heç kim onu düşünmür. Hərə kim əlinə kamera alır. Təminə xanım, dedim artıq başlayıblar. Başlayıblar. Yəni ki, bu azdır. Artıq bir yaradıcı qrupu bu üzərində işləyir, bunun üzərində işləyir. Bəli, mən istəyirəm çox olsun. Bəli, çoxalmalıdır. Çünki o çoxalmasa, bizim uşaqlar böyüyəndə TikTokda o axmaq hərəkətlərlə məşğul olacaqlar. Onların sevdiyi ancaq TikTokerlər olacaq ki, hansı ki səviyyəsizlik olacaq və səviyyə bununla düşür aşağı. Bunu heç danışmaq belə istəmirəm. Hal-hazırda cəmiyyətdə, yəni ki, şərəfsizlik şərəf olub. Yəni ki, onu şərəflə qəbul edirlər. Günahsız əzilir, günahkar qəhrəman olur. Yəni ki, bunu sosial şəbəkələrə baxanda biz görürük. Bəli. Yəni ki, heç kim elm savadın dalıca qaçmır. Yəni sponsorluq eləyirlər hansısa o bayağı insanları, hansının ki heç nə bilim kolxozda yeri yoxdur. Biabırçılıq. Onlara sponsorluq eləyirlər, amma bir uşaq hansı ki savadı var, imkanı yoxdur. Onun oxumasına sponsorluq eləmirlər. Ki, yəni ki, bu reklam olmayacaq. Zeynalabdin Tağıyevlər yoxdur da indi. Bəli, mən adını çəkmək istəmirəm həmin o TikTokerlərin. Yəni ki, açırsan TikToku, onlar çıxır qabağa. Açırsan Instagramı, onlar çıxır. Və insanlar buna kommentlər yazırlar. Hətta onu pisləsələr belə onun reklamıdır. Yəni ki, onu orada... Anti-reklam belə özü də reklamdır. Bəli, reklam eləyir və onun uşaqdır, uşağın beyni hələ formalaşmayıb. Və o baxdığı odursa da, o deyir... Onun gələcəyi nə olacaq? Mən həmişə deyirəm ki... Pul bundadır. Əsas hər şey pul həll eləmir axı. Tanınmaq bayağı populyarlıqdır da. Bayağı populyarlıq, bayağı lazımsızdır. Yəni ki, o populyarlıqdan getmir söhbət. Söhbət gedir ki, mən istərdim ki, yəni ki, insanlar teatrlara üst tutsunlar. Çünki hal-hazırda estetik zövqün bərpası üçün, estetik zövqünün insanın, yəni ki, onun inkişafı üçün teatrlara üst tutmaq lazımdır. Teatrlarda tamaşalara baxmaq lazımdır. Uşaqları, gəncləri cəlb eləmək lazımdır. Bəli. Təminə xanım, bax, söhbət uzanır. Yəni, mən istəyirəm əhatəli suallarımız olsun. Olsun. O qədər problemlərimiz var ki, Təminə xanım, danışdıqca bitmir. Bu sosial şəbəkələr hamımızın yaralı yeridir. Bu TikTokdakı bayağı insanlar hansı ki, ayaq açıb yeriyir. Biz bundan qaça bilmirik. Çünki bu həyatın... Artıq böyük samballı şirkətlər TikTok yeri tutur, gətirir, deyir ki, sən mənim malımı reklam elə. Biabırçılıqdır. Aktrisalar qalıb qıraqda, TikTok yerlər. Biabırçılıqdır. Çünki ona tələbat onadır. Bəli, onlar ələnəcək. Amma inanın mənə, zaman onları ələyəcək. Bu da bir etapdır. Bir etapdır. Zaman onları... Mən inanmıram. Yox, mən inanmıram bu daimi olsun. Bu müvəqqəti bir hal. Artıq biz bir matritsada yaşayırıq, internet zamanında. Bəli, bəli. Yəni ki, internet hər şeyi həll eləyir. Bir zamanlar, məsəl üçün, bir zamanlar televiziya yox idi. Yəni ki, bədii filmləri izləmək üçün kinoteatrlara gedirdilər. Bəli. O bir seremoniyaydı. Gedirdik bir kinoya baxırdıq, ondan sonra müzakirə elirdik. Tamaşalara İndi oturub evdə baxırlar, internetdə. Gedirdilər teatrlara.
Sonra başladı internet, o ding ding girirlər internet. Amma yenə də teatrın tamaşaçısı azalmayıb ha. Təminə xanım, görürsünüz. Bax, baxmayaraq ki... Son zamanlar çoxalıb. Yox, mən neçə illərdir teatrlara gedirəm, həmişə də tamaşaçı var. Mən 90-cı illərdən teatrda işləyirəm, çalışıram. Realizə edirdilər biletləri ki, yəni ki, cəlb edirdilər məktəbliləri filanı. Yəni ki, tamaşaçı biraz indi teatra gələndə də özünü biraz yaxşı aparır, yəni sakit aparır. Əvvəllər problemlər var idi. Əvvəl aktyorun səsi eşidilmirdi zalın səsindən. Bəli, mənim yadımdadır. O dövrdə var idi. Hə, o dövr var idi. İndi artıq elə biraz mədənləşmişik. Ona da yəni internetin bir xeyri olub. Bəli. Təminə xanım, bax, mənim yadımdadır Türkən Şorayın həyat yoldaşı Cihan Ünal mono tamaşa ilə gəlmişdi Tüza, sizin teatra. Və o mono tamaşanı təqdim elədi və biz də gəldik, çox gözəl, mənim gənclik vaxtlarımda idi, oturduq baxmağa, mono tamaşada aktyor tək oynayır. Və biz çox maraqlı idi bizə Türkiyə ilə təzə-təzə mədəni əlaqələr qururduq və mən oturub çox maraqla izləyirdim. Birdən gözüm sataşdı arxaya, yavaş-yavaş cəmaat durub gedir. Və sonda inanın ki, zalda İncəsənət İnstitutunun müəllimləri, demək olar ki, yarı zal boşaldı. Və bu Cihan Ünal heç onlara fikir vermədən öz sona qədər... Elədir teatrda. Yəni, mən bu haqda məqalələr yazdım, mediada, bu necə ola bilər? Belə bir aktyor, bu hörmətsizlikdir də ona. Əvvəllər mono tamaşaya baxmaq mədəniyyətimiz belə yox idi. İndi o formalaşıb artıq. Formalaşır, yavaş-yavaş. Çünki belə götürək. Bizdə teatr sənəti yaranması, yəni ki, o 120 ilə təsadüf edir də. Yəni, amma Avropada, dünyada teatr əsrlərlə... Artıq bizdən çox-çox irəlidə. Bəli. Elementar, məsəl üçün, götürək ki, biz Belarusiyaya getmişdik qastrol səfərinə. Biz nəyə öyrəşmişik ki, bizdə biraz o yan bu yan oldu, tamaşaçının fikri dağınır. Yəni ki, biz onu toparlamaq üçün biz o zrelişi deyirlər də, onu əlavə eləyirik tamaşaya ki, yəni ki, bu orada nəsə olmalıdır, orada temporitum qoymalısan üstünə ki, yəni ki, fikri yayınmasın ki, bu baxsın. Yəni ki, rejissorlar bunu düşünürlər ki, nəsə bir, elə bir şey eləyim ki, bunlara, desinlər ki, baxım, maraqlı gəlsin. Amma Belarusiyada, sonra bizdə də gəlib o tamaşanı qoydular, Şalkunçikaya. Düzdür, bizdə onu qısaltdılar. Elədilər onu saat yarım ki... Azərbaycan bölməsində. Bəli. Rus da var da sizdə, ya yoxdur. Onlar Rus dramasına köçürdülər və 3 teatrı birləşdirdilər, gənclər, kamera və gənc tamaşaçılar teatrını. Eləcə bizim teatrın binasında Pantomim teatrda yerləşirdi, yəni İlham Miniatür teatrda, Şura teatrda yerləşirdi. Hamısını yerbəyer elədilər, artladılar. Yəni ki, bizi də belə indi hal-hazırda, yəni ki, Respublikada ən böyük truppa bizdədir. Ən böyük truppadır, yəni ki, belə bir şey yoxdur Azərbaycanda. Yəni ki, say etibarı ilə. Bəli, say etibarı ilə də, tamaşa etibarı ilə də. Əslində, bəli, o burada teatrın bir teatrda birləşməsi bu özü bir problemli bir haldır da. Problem olmadı, çünki biz aktyorlar... Qəbul elədiniz. Biz bir-birimizi onsuz tanıyırıq həyatda. Yəni ki, bir yerdə oxumuşuq, bir yerdə işləmişik. Yəni ki, bizim üçün problem olmadı. Ümumiyyətlə, Tuzla atmosfer çox gözəldir. Təminə xanım, teatrdan danışırıq. Əlbəttə ki, əsas mövzumuz teatrdır, klassik bir sənətdir, ölməz bir sənətdir, mən həmişə deyirəm. Nə olur olsun, teatr yaşayacaq. Bugün yan keçə bilmərik ki, teatr ana teatrımızda qalmaqaldır və bu dəqiqə yəni artıq biraz da alovlanır. Sizin münasibətiniz necədir? Ümumiyyətlə, bir vətəndaş kimi, bir aktrisa kimi qısa bir vətən münasibət. Mən qısa bir cümlə ilə onu deyəcəm. Yəqin ki, bizim o Milli Akademik Dram Teatrının aktyorları, mənim sənət yoldaşlarım, məni başa düşəcəklər, nə deyirəm. Ağa kişi Kazımovun bir cümləsini deyəcəm. O həmişə bir şey deyirdi. Deyirdi, indi el arasında az drama deyirdi. Allah rəhmət eləsin ona. Az dramanın hər aktyoru bir az dramadır. Yəni, mən
məni çox gözəl başa düşdülər, nə demək istəyirəm. Mənim sənət yoldaşlarım, dostlarım. Yəni ki, mən səbir diləyirəm. Elə eləyək. Yəni ki, mən inanıram onlara. Ümumiyyətlə teatrda aktyorlarla, rejissorlarla bu problemlər, qalmaqallar həmişə olub. Yəni əslində danışanda deyirlər ki, intriqalar həmişə olub, yəni teatrda bu labüddür. Amma əsas odur ki, teatr-aktyor münasibəti səmimi qurulsun. Əsas odur ki, ikisi də bilsin ki, o da yaradıcı, nə rejissor aktyorsuz heç nədir, nə də rejissor aktyorsuz heç nədir. Yəni bunlar tandemdədir. Bilirsiniz, mən indi bir şey deyim də. Aktyorlar uşaq kimidirlər. Bəli. Yəni ki, biz ölənə kimi uşaq oluruq. Bəli. Uşaq necə olur? Kövrək olur da. Bəli. Onun xətrinə dəymək heç nədir. Bəli. Yəni ki, amma onun sevindirmək də heç nədir. Bəli. Bir alqışla sevinən adamlardır. Bəli. Yəni ki, biz böyük bir maaşa işləmirik. Biz böyük bir, nə bilim, milyon qazanmırıq. Ruh adamlarısınız. Bəli, biz buna işləyirik də. Və o atmosferdə aktyorun xətrinə dəymək, yəni günahdır sadəcə. Çünki o onsuz da kövrək insandır. Onsuz da o özdə Təminə xanım indiki vəziyyətdə. Bəli, indiki Hər dövrdə. şeydə çətindir, hər şeydə problem var. Yəni indiki vəziyyətdə əksinə daha elə aktyorlar var ki, həssas olmalıdır rejissorlar. Neçə illərdir teatrda çalışırlar. Yəni ki, bunlar həyatlarını bağlayıblar teatra. Onlar hələ də kirayədə yaşayırlar. Onların evi yox, heç bir şey yox. Amma bu səhər gəlir, axşama kimi orada çalışır. Nə gözəl. Yəni ki, o nəsə o yaradıcılıqla məşğuldur, ruhunu qidalandırıb gedir. Və belə insanları təzədən əzmək, onlara təzyiq göstərmək heç kəsin mənə gəldi. İxtiyarı yoxdur. Də başqaya, yəni ki, bir təzyiq sözlə bir kobud söz demək. Sözlə deyirəm, söz təzyiqi də var da. Yəni elə bir söz indi deyərsiniz mənə ki, mən bütün gün o düşünərəm və ağlaya da bilərəm. Mən də çox kövrəyəm. Bəli. İnsanlıq, qadınıq da. Özdəki odur ki, aktyorlara, yəni ki, kobud söz niyə deyirsən? Münasibət. Yəni bu sənə nə verir? Nə edəcək bu sənə? Yaradıcı müəssisədə burada ancaq tandemdə iş görmək və tamaşaçı üçün çalışmaq lazımdır. Çalışmaq, ondan başqa aktyorların bir balaca da qeydinə qalmaq lazımdır ki, onlar çox qiymətləndirirlər. Sən bir balaca onun qeydinə qalırsan, o sənin daha çox qeydivə qalır. Tamamilə razıyam. Deyirsən mənə bir addım at, mən sənə 5 addım atım. Həmin şeydir. Yəni ki, onlar qəlbən əzilirlər və çox ona görə inandırım ki, yəni həyatda sıxılanı var, həyatda əziləni var, sənətə görə ailəsini qurban verən var. Bəli, hər şey kənara qoyub gəlirlər bu sənətlə məşğul olmağa. Yəni ki, əgər bunun balaca bir problemi varsa, o düşünürsə ki, məsəl üçün, siz onu həll eləyə bilərsiniz də, nə olar ki, onu eləmək istəmirsənsə də, onu da mülayim formada demək. Onu elə deyək ki, yəni ki, 5 günlük həyatdır. Onsuz da yaralıdır da. Bəli. Onsuz da insan yaralıdır. Sənin yanına gəlirsə. 5 günlük dünyadır. Bəli. Yəni hamımız, heç kim bu dünyanı 5-50 tutub qalmayacaq. Bəli. Yəni ki, bu dünya əgər çox qısadır. Süleymana qalmadısa, kimə qalacaq? Heç kimə qalmayacaq. Yəni ki, amma rəhmət qalacaq. Biz bu dünyadan gedəndə biz heç nə aparmırıq özümüzdən xatirələrdən başqa. Yəni ki, öz ruhumuz, qəlbimizdə olan insanlarla olan münasibətdən, xatirələrdən başqa heç bir şey aparmırıq. O xatirələr gözəl olmalıdır. O gözəl olmağı üçün də İnsanlar arasında, yəni ki, normal münasibət olmalıdır. Yaradıcı insanlar çox kövrəkdir. Onların xətrinə dəymək belə bir şeydir. Bəli. 2 saniyəyə xətrinə dəymək olar ki, o oturub bəlkə də kənarda ağlayacaq ona görə. Niyə ağladırsan onu? İnsan qəlbi sındırmaq özü də günahdır. Yəni onu, insanın qəlbini qırmaqla nə əldə eləyəcəksən?
Təxminə xanım, yenə qayıdaq teatra. Bizim teatra. Bəli, gənc tamaşaçılar Gənc teatrı. mənim sevimim. Mənim də gəncliyim o teatrda keçib. Kamal müəllimin dövründə orada həmişə deyirəm. Yəni orada Kamal günlər, olsun. bəli, Kamal Allah ona da rəhmət etsin. Orada günlərimiz olub. Bu teatra elə bilirəm mənim doğma evimdir. Yəni o teatrların Hamısı bir dəfə gələn, sonra əl çəkmir oradan. Bəli. Evi xəstələnir. Deyirəm də orada elə bil ki, yaradıcılıq atmosferi var, orada dostluq atmosferi var. Ramiz Sərkarovun dövründən mən o teatra Ramiz gəlib dostum gedirəm. idi, Bəli. hə. Ramizin dövründən gəlib gedirəm və bilirəm ki, yəni gözümün qabağında olar da mən elə özüm də yaşlanırıq, illər keçir. Yəni Həyat tez gözəl keçir. xatirələr qalıb. İnşallah ki, Ramiz də mütləq yad eləyəcək Ramiz Sərkarovu. Allah ona qəni-qəni rəhmət eləsin. Teatrda Figaro oldu. Yəni ümumiyyətlə Nicat Kazımovla bir dostluğunuz var, bilirəm. Biz 16 Şəkillərdə də yaşından elə bil ki, mən birinci kursa gəldim. O ikinci kursa keçirdi. Birinci kursu qurtarmışdı. Biz imtahan verirdik. Yəni ki, mən institutun qapısından girdim onda. Birinci onu gördüm. Dedim, bu mənim qardaşım olacaq. Hə, onu o vaxtdan indiyə kimi ölürəm də onuncuda. Bir də qardaşım var mənim. Nicat hamı çox istəyirdi. Hə, hamı Nicat çox sevimlidir. istəyir. Nicat Sevimlidir. Və o da sizi vaxtdan çox biz istəyir. Bacı qardaşsınız. Bəli, bizim uşaqlarımız, yəni böyüyüb həddi buluğa çatana kimi bilmirdilər ki, doğma bibi qızı, dayı oğlu deyirlər. Onda bütün rollar sizin idi ki, teatrda. Yox, Nicat mənim elədir. Amma elə deyil. Nicat Elə yox. deyil. Yox. Ha, Nicat Hisslərim hərdən əlindən deyirəm ki, bəs 50 yaşım oldu, yubileyimə heç olmazsa mənə bir dənə tamaşa götürəydim, mənimcə qoyaydım. olmalı da, təxminə xanım. Gəlirsə əlində duxu ilə 50 istəmirəm. oldu. Mənim 52 olacaq sentyabrda. Ay 51. maşallah. Yaxşı, bu qadınlarımıza maraqlıdır. Cavanlığınızın sirri nədir? O genetikdir. Pəhriz var. Yox. Pəhriz zat yoxdur. Genetikdir. Genetik belə incə qalmısınız. Həm də yəni ki, Amma üzdən də maşallah. Plastika zat var. yox, qorxuram. Heç nə yoxdur Təminə xanım. Açıq deyək də. Yox, doğrudan. Yox, əl vura bilərsən. Yox, görürəm də elə maşallah, görürəm. Görürəm maşallah, maşallah. Yox, bu genetikdir. Mənim 2 dənə də bacım var, məndən başqa. Onlar da belə incədilər. Hə. Baxırsan, məsəl üçün mənim Amma bacım... yeyib içirsiniz də problem yoxdur da. Yox, yeyib içən də deyiləm. Yəni pəhriz zat yoxdur da. Mənim, yəni Qadınların ki, problemi acıyanda yoxdur. nəsə əlimi atıram, nəsə gövəliyirəm, gedirəm işimin dalıyca da, yəni belə. Hərdən bir olur gecələr, yəni ki, gecə yatıram axı, yatan bütün insanlar kimi də sənət adamları kimi. İndi hamı belədir, hə. Hə. Gecə xaladilnik mənim soyuducu mənim dostumdur. Problem yoxdur. Gedirəm, gəlirəm, açıram, baxıram ki, orada nə var. Bəlkə sonra deyirəm, yox, bu xoşuma gəlmədi. Bir şey yoxdur, yəni. Elə gedirəm, nəsə meyvə götürürəm. Gecə bütün qadınlar, əksər qadınlar, mən özüm gecə embargodur, yemək olmaz. İndi maşallah siz... Amma mən... Görürsə, siz forma da saxı. Forma da saxı. Mənim iradəm yoxdur. Aha. Yox, mən indi hal-hazırda... Əgər biraz köklüyə meyilli olsaydınız, olmazdınız. Yox, indi 56 kiloya qalxmışam. Yəni, arada 60-a da qalxmışdım. Doğrudan. Dəhşət, hə. Elə də olur. Mənim öz, məsəl üçün, çəkim 50-52-dir də. Yəni ki, o... Superdir da. O çəkidə model figurası mən da. özümü rahat yox, ona görə yox. Yəni ki, özümü rahat hiss edirəm. Yəni ki, fikirləşmirəm ki, beləcinə nə bilim, evdəki geyimlərim əynimə olur, yəni. Gedib yenidən paltar almaq. Superdir, vallahi, superdir. O da bir xoşbəxtlikdir gecə yeməkdə. Hər qadın bunu elə. Yox, həmişə yemirəm ki. Həmişə yemirəm. O, nə bilim, belə də deyirlər, işim gücüm olmayanda. Təxminə xanım, bu teatrda sonuncu dəfə Figaro'da var idi, sonra Kod adı VX-da var idi. Bəli. Sonra ondan başqa bir dənə də tamaşa Tanrıya 14 məktubda. Tanrıya 14 məktubda var idi. Sabahları. Tanrıya 14 məktub. Onu görmüşəm. Nicat Kazımovun orada Qəmər xanım da var, siz də. Məncə elə Nicat bəyin oğludur orada oynayır da. Baş rollardan. Baş rollardan biri də odur. Mən baxanda amma deyəsən o deyil idi.
Yəni mən O onun idi. premyerasına Ona- getdim. O idi. O idi. Onun premyerasına getmişdim mən. O idi, arada sadəcə o əskəriyə getdi. Nicat Deyirəm, ola əvəz bilər. elədi. Ola bilər. Özü əvəz elədi. Ola bilər. Amma mən deyəsən yox, Sənanın oyununa baxmışdım. Yox, Sənan. Premyeraya gəlmişdim. Ümumiyyətlə Oğlum gözəldir də. Maşallah, maşallah. Həm gözəldir, həm BBC-nin talantlıdır. balası, hə, Təminə istedadlıdır, xanım, həm də gözəldir. istedadlıdır da. İndi o başqaları deyə BBC-nin üzünə tərpənib. başqaları deyə bilər ki, atası var, indi rejissordur. Yox, yox. Açıq deyil, istedadı var da. Yox, onu İstedadlı o oğlandır. yəni akademik teatra da gedə bilərdi və getmişdi də arada. Sadəcə uşağımız gözümüzün qabağında olsun. Ay maşallah, ay maşallah. Təminə xanım, ümumiyyətlə hər bir aktrisanın oynamaq istədiyi bir rol var. Təminə xanım bir çox tamaşalarda məşğuldur, şükür Allaha, tamaşalar da var. Amma deyək ki, belə açığını deyək ki, belə yəni sırf başdan ayağa sizi izləyə biləcəyimiz bir tamaşa hələ mən orada görməmişəm. Yəni ki, son zamanlar tamaşaların çoxu bağlandı. Yəni gəlim məhz Təminə xanıma görüm səhnədə. Vaxtı keçir tamaşa. Məsəl üçün 10 il oynamışıq, 15 il oynamışıq. Bağlanır. O tamaşalar yəni ki bağlanır. Üstündən biraz keçir bir neçə illər. Sonra yeni bir nəfəslə o tamaşalar qoyulur. Hal-hazırda düzü mənim teatrdan uzaq düşməyim başladı, yəni ki başladı Kübra Dadaşovanın xəstəliyi ilə bağlı. Çox eşitmişəm ki, siz ona çox yardım eləmişsiniz. Çünki əgər mən qalmışdım uşağım, teatr Kübra xanımın. Hə, yəni ki o mümkün deyildi deyənə. Bəzi rollardan özüm imtina eləmişdim o vaxtı. Çox yerdə demişdim mənə dublyor versinlər. Çünki o çox bir ağır xəstəlik idi. Yəni ki Allah ona da rəhmət eləsin. Bilirəm, o eşitmişəm o barədə. Yəni o sizə biraz fasilə yaratdı. Bəli. Yox, ümumiyyətlə deyirəm. Mən uzaqlaşdım bir balaca. Konkretləşdirsəm sualımı, hər kiçik rol teatrda aktrisa üçün yanaşma tərzi var da. Məndə kiçik rolum yoxdur ki orada. Yox, kiçik bir də VX-da mənə Figaro'da super bir obrazdır. Hə də, yəni ki əsas obrazlardan biridir. Əsas rollardan biridir. Amma bu VX-da idi. Mənim rolum ilk öncə heç bir şey deyildi, epizod idi. Sonra böyüdü. Yəni ki rejissor obrazda gördü ki, hoppa. Yəni ki istədi özü, böyütdü. Yəni ki rolu elə də oynadım və mən VX-ya gələndə Naibə xanımla ikiniz oynuyordunuz və çox gözəl də elə o epizod gözümün qabağında qalıb. Naibə belə biraz belə orada belə şey qadın orada. Naibədən yoxdur da. Bir dənə də. Amma çox təəssüf ki, Naibə xanımın o obrazda orada kəsilib da yoxdur. Hə, orada montaj gedib. Çoxdan çıxmışam. Siz orada yoxsunuz tamaşada? Mən orada çoxdan yoxam, yəni ki... VX-da yoxsunuz? İstəmirəm də. Yəni ki, nə rejissor məni istəyir, nə mən rejissoru. O bizim şəxsi söhbətimizdir. Mən istəmirəm ortalığa çıxartım. Onda elə orada ən belə... Onun sözü mənə varsa özü gəlib deyə bilər, telefonumu da bilir. Mənim də sözüm olanda mütləq özüm deyəcəm özünə. Yəni ki, mən istəmirəm elə şeyləri ortalığa onda nə Naibə xanım var, nə Təminə xanım var. Yox. Ən maraqlı yeri idi. Hə, orada ən maraqlı yerlərindən biri. Yəni tədbirin içində bir tamaşa. Doğrudan tədbirin içində bir Naibəni özlədim, Naibə belə bir kolorit qatmışdınız siz. Bəli. Doğrudan biz danışdıq, söhbətimiz oldu. Amma çox təəssüf. Hətta qarmoşkada çalmağı öyrənmişdim ona görə. Tamaşaya görə. Aha. Yox, mənim dediyim odur ki, yəni teatra uşaq tamaşalarında varsınız yəqin. Onlar da bağlanıb çoxsu da, yəni ki... Amma əvvəllər var idiniz. Əvvəl mən deyim də sizə də, əvvəllər teatr il ərzində 175 tamaşa oynayırdısa, onun 173-ünü mən oynayırdım. Dəhşət. Onun üçün deyirəm ki, mən çatdıra bilmirdim. Nə ailəmi, nə evimi, nə uşağımı, nə Kübra xanım çox xəstə idi, nə onu. Mən elə bir vəziyyətə çatmışdım ki, mən anoreksiyaya düşmüşdüm. Arıqlamışdı sən. Arıqlamaq təkcə deyil, mən yemək yeyə bilmirdim. Даже так.
o qədər ora-bura qaçırdım ki, üstəlik o vaxtı yəni təmirə zada dayanmış teatr, biz qastrollar, yəni ki, küncə bucaqda Hətta Qağayı belə teatrda olmadı. Mən Qağayı tamaşasına başqa yerdə baxdım. Yox, Qağayı bizim teatrda premyerası olmadı. Biz getdik. Onu deyə bilmərəm. Yəni mənim yadımda teatr təmirli idi. Bax, Pəricadu gedən ərəfədə, yəni ki, onun məşqəri ərəfəsində, bəli. Elbə ki, biz Səttarxanda idi, sonra söktülər oranda. Sonra kinostudiyaya getdik, yəni ki, o kabusları hazırlayırdıq. Sonra elə oldu ki, kabusları bizdə icazə vermədilər. Sonra Nicat Kazımov o azdıramadı, qoydu. Yəni ki, onların bütün prosesləri, o yağışdan çıxdı, yağmura düşdü, daldan atlandaş, bütün onlar hamısı Səttarxanda yəni qoyuldu və elə Tıxtıq xanım, Axan Salmanlı qoydu, oradaydı. Yəni ki, başqa tamaşalar da var idi, bir çox tamaşalar. Bizdə elə bil ki, indi hal-hazırda o bağlanan tamaşaların bəzilərini, yəni ki, Naidə xanım prosto malades, onu Basnaviç eləmək istəyir. Nə gözəl. Bərpa eləyir. Yəni ki, bir ara bizim özümüzə, yəni ki, o ara vermək lazım idi o tamaşalarda. Çünki get-gedə tamaşa elə bil ki, öz necə deyim, koloritini itirməyə gedir. Yəni illərlə oynayanda. Artıq yeni nəfəs verməyə lazımdır. Yeni nəfəs verməyə lazım idi. Onun üçün dayandırıldı bir çox tamaşalar. İndi yenidən, yəni ki, həmin tamaşalara müraciət olunacaq. Yəqin ki, üzümüzə gələn sezondan. Bizim həm də ki, teatrımız bizim bir ara təmirə bir daha dayandı. Yəni ki, belə şeylər bizi çıxartdı o. Başa düşürəm, yaradıcılıq atmosferi biraz pozuldu. İndi hər şey şükür Allaha qaydasındadır. Çox gözəldir. Tamaşalar qoyulur. Təxminə xanım da var. Figaro'nun toyu tamaşası çox maraqlı tamaşadır. Mən buradan tamaşaçılara deyim ki, Təxminə xanımı görmək istəyənlər, məhz Təxminə xanımı görmək istəyənlər o tamaşaya baxsınlar. Çünki çox maraqlı bir obrazdır. İndi biz söhbət eləyə tamaşalardan da gedir kadrlar. Tamaşaçılar özləri də baxacaqlar. Təxminə xanım, mən çox şadam, bilirsiniz nəyə? Çox şadam ki, bax, mənim çox qonağım olub və hər bir jurnalistin öz beynində, yəni artıq incəsənət sahəsində çalışanlardan gedir söhbət, öz beynində bir ayrı köşəyə qoyur da qonaqlarını. Ondan söhbətə doyum olmur. Mənim maraqlı qonaqlarım siyahısına Təxminə xanım düşdü və mən düşünürəm ki, bugün bu balaca bir bu tanışlıq idi. Bu söhbətimiz bizim tanışlıq oldu. Bir-birimizi tanıdıq. Onlayn tanıyırdıq, amma indi biraz canlı tanıdıq. Və teatrdan danışdıq və bildim ki, qırmızı xətlə Təxminə xanımın həyatından teatr keçir və nə gözəldir ki, klassik bir sənətdir, ölməz bir sənətdir. Ümid eləyirəm ki, yəni ki, zaman keçdikcə bizdə də teatr daha da inkişaf edəcək. Nəyə görə deyirəm? Çünki ki, teatr sənətində bizim ölkəmiz, dövlətimiz çox gəncdir. Yəni ki, onu deyirdim də, Belarusiyada, sözüm onda yarımçı qaldı ki, yəni ki, Şelkunçki, onlarda gedirdi o 3 saat yarım. Zalda biz oturmuşduq, biz də baxırdıq. Bizi yuxu tuturdu, çünki belə danışırlar onlar. Tamaşa boyu belə bir danışıq gedir. Monotonlu səs. Monotonlu. Şelkunçki gəldi, götürdü. Bunlar səbirlə, bizdə səbir yox. Uşaqlar orada belə baxırlar. Aha, formalaşıblar, artıq onları. Bəli, özünü qoyulub. Yəni o atmosferə, o nağıla. Nə gözəldir bu. Yəni onların teatrlarının qarşısında ajotajdır bilet üzərində. Dava gedir. Yəni ki, bir həftə qabaqdan dava gedir biletlərin üzərində. Belə biridir. Yəni ki, Ukraynada elə, məsəl üçün Kiyevdə mən Edith Piaf'ın yubiley tamaşası olan, yubiley tamaşasına mənə dəvət elədi, orada aktyor dostlarım.
Yəni ki, ora getdim. Edith Piaf nə gözəl oldu. Edith Piaf, hə. Sevirəm o müğənnini də. Edith Piafın həyat yaradıcılığı haqqında tamaşa idi. Tamaşa super. Bax bizdə bizim Rubabə Muradova kimi sənətkarımız var. Mən bir esse yazmışdım, Təminə xanım. Essenin adı Qaragili idi. Mən Rubabə Muradovanın səsini Edith Piafın və onun haqqında heç nə yoxdur. Tamaşa da qoyula bilər, film də çəkilə bilər. Bəli, ssenari yazıla bilər. Bizim məzənatlar hara baxır? Heç də TikToka. TikToka bax. Yaxşı cavab oldu. Çox sevinirəm ki, əhatəli teatrdan danışdıq. Teatr haqqında fikirlərinizi dediniz. Bu mənim üçün də çox maraqlıdır. Və yenə deyirəm, özəl qonaqlarımın siyasında Təminə xanım da bugündən var. Çox yaxşı ki, sizi tanıdım. Bundan sonra mütəmadi tamaşalara da gələcəm. Sizlə də ünsiyyətdə olmaq zövq verir. Mən də çox şad oldum. Təminə xanım, və sonda bir qadın üçün xoşbəxtlik nədədir? Məsələn, Təminə xanımın xoşbəxtliyi, bir qadın kimi, aktrisa kimi hiss edirəm ki, xoşbəxtsiz. Çünki teatr var, düzdürmü? Səhv demirəm ki. Amma bir qadın kimi Təminə xanım xoşbəxtdirmi? Bəli. Çünki gözəl bir qızınız var. Bəli. Uğurlarını paylaşırsınız. Həm də onu da qeyd edim, Təminə xanım heyvansevər bir xanımdır. Hə, onu deyəcəkdim ki, heyvansevər bir xanımla bugün biz söhbət edirik. Heyvansevər bir xanım, ruslar demişkən, doğru olmaya bilməz. Artıq bu heyvana ki, o qayğı yarısını elə olaraq maaşının yarısını heyvanlara xərcləyən bir insandır. Təsəvvür edin. Yox, bilirsiniz niyə görə? Deyim sizə. Onlar bizə əmanətdir. Doğrudan, Bilirsiniz niyə görə? Amma mən qorxuram, yekə it zat görəndə mən qaçıram hardasa. Elə bilirəm. Yekə it görürsə, deyil elə gələndə var. Ay, yiyim mən. O da quyruğu fırlanır belə. Bəli. Mən orada gördüm indi gələndə. Ay Allah, deyirəm, birdən quduz it olar. Elə qorxu. Heç işləri yoxdur. İndi quduzluq yoxdur. Yəni meşədə yaşamırsa heyvan. Bizdə bağda, noxanda it doludur. Qorxa-qorxa girəm. Bilirsiniz necədir? Maşından düşüb darvazıya. İş ondadır ki, bunu bələdiyyələr bizim ölkədə bələdiyyənin nə işə qulluq elədiyi bilinmir. Bəli. Niyə özləri bilirlər nə işə qulluq məsəl üçün, bütün ölkələrdə bələdiyyələr torpaq satırlar, ev satırlar. İnsanların, yəni ki, insanların, heyvanların qeydinə qalmağına məşğuldur. Bütün dünyada belədir. Bəli. Onlara, məsəl üçün, onları yemləməkdir, onları aşılamaqdır, onları peyvənd eləməkdir, yəni ki, onları qısırlaşdırmaqdır, onu eləyirlər. Bizdə ona pul ayrılır dövlət tərəfindən. Amma eləmirlər. O gəlir. Ayrılır, 100% ayrılır. 100% yox, milyon faiz ayrılır. Və o gəlib heyvana çatana qədər 2 ayaqlı heyvanlar yeyib qutarır o pulu sadəcə. Başa düşdünüz? Bizim sadəcə bir dənə dərdimiz var ki, bizim qarnımız doysa da gözümüz doyur. Yox, biz ac gözük. Biz doymur gözümüz. Ona görə, yəni ki, o heyvanlar bizə əmanətdir. Biz uşaqlarımızı... O da canlıdır da. Bəli, onun da yaşama hüququ var. Təminə xanım, üzr istəyirəm, mənim oğlum balaca idi, mən ona dovşan almışdım. İt saxlaya bilmirdik, dovşan aldım. Biz o dovşanı apardıq bağa, mən ona qəfəs aldım, dovşana yem aldım. Hər səhər mən duranda o dovşan özünü öldürürdü də o qəfəsdən. Mən elə bilirdim ki, buna yem vermək lazımdır. Mən buna kormatırdım. Mən onu yedirdim içirməkdən, o öldü. O öləndə bizim uşaq, siz düzgün qulluq eləməyi bizim bilmirdiniz. ailədə elə bir yas idi, uşaqlar hönkür-hönkür ağlayırdı. Onun canı ağrıyırdı. Axı o həmişə yemək istəyirdi. Yemək verən ki, o bilmir, o yeyir. Hə, o bilmir yeyir, onda şuur elədir də. Hə, o dovşandır da. Amma başqa heyvanlar yeyib doyub çəkilirlər. Bəli. Məsəl üçün, mən onu demək istəyirəm ki, biz öz uşaqlarımıza əgər heyvanlara münasibəti öyrətməliyik. Mərhəmət hissini biz onlara özümüz aşılamasaq, bəli, onlar böyüyəndə heç kim olacaqlar. Yəni mənəviyyatsız bir insan tamamilə olacaqlar. doğru. Çünki baxın, indi deyirsiniz mənim qızım. Mənim qızım mənim başımın tacıdır, fəxrimdir. Yəni təkcə mənim yox, bütün respublikanın fəxridir. Bəli. Dünya çempionudur. Adı nədir? Xanna Əliyeva. Xanna, nə gözəl. Bəli. Mənim qızım birdən-birə elə olmuyub. Mən uşağım körpəlikdən, mən ona icazə verməmişəm ki, o təpi yatsın heyvana. Mən ona, onun
onun da canı olduğunu. Sevgi buradan başladı. Bəli, sevgi, mərhəmət hissi. Canlıya olan sevgidən başladı. O da canlıdır. O da canlıdır. Bir can daşıyır. Bəli. Allahın verdiyi yəni ki, can. ona qarşı qəddar olmaq, qansız olmaq nə deməkdir? O da heyvandır, biz də heyvanıq ona qalsa, insanlar da. Yəni ki, məməli idi, hamısı məməliyə aiddir də. Yəni ki, bizim şuurumuz sadəcə biraz üstündür, amma biz dostluğu, biz sadiqliyi həmin o heyvanlardan öyrənməliyik. Bəli. Çünki onların da bizə öyrədəcəyi çox şey var. Bizim necə ki onlara, onlar bizə əmanətdir. Biz onlara sevgi ilə yanaşsaq, heç kim, mənim uşağım onu deyirəm də, bu Patamdarda yekə-yekə heyvanları buraxmışlar, nə bilim, nə. Mən ora gedirdim, yəni yemək verirdim, uşağım da balaca idi. Mən uşağımı tezə yeriyirdim, mən buraxırdım, heyvanlara yemək verirdim. Mənim uşağımı onlar hamısı qoruyurdu. Mənim hələ indiyə kimi, bəli, yekə-yekə itlər, hələ indiyə kimi mənim uşağımı parçalayan olmayıb. O heyvan əgər özünə qarşı aqressiya hiss eləmirsə, onda parçalayır. Aqressiya hiss eləmirsə, onun səninlə nə işi var? Heç ilan çalmır insanı əgər aqressiya hiss eləmirsə. Yəni ki, sən tapdalamazsan onun quyruğunu, dönüb səni ilan çalmayacaq ki. Tamamilə doğrudur. O da öz işi ilə məşğuldur, yolu ilə gedir. Həyat onundur, o həyatını yaşayır, sən həyatını yaşayırsan. Niyə görə zülm verə bir-birimizə? Düzdürmü? Yəni, biraz tolerant olmaq lazımdır heyvanlara qarşı. Heyvanları sevmək lazımdır. Yəni ki, mən burada yemək yeyirəmsə, əgər mənim yeməyim qalıbsa, mən onu zibilliyə atıram, amma heyvana vermirəmsə də, özün yemisən, o da doysun. Yəni sən doymusan, qalanını ver, o doysun. Nə olar ki? Heç nə. Nə olacaq ki? Yəni bunu ona görə demirəm ki, ay savabdır bu, nə bilim, mən o barələrə getmirəm. Yəni ki, bu ən azından vicdanlıdır. Bəli. Yəni ki, bizim vicdanımızı biz formalaşdırırıq, biz öz mərhəmətimizi formalaşdırırıq. Yəni bu qədər. Bunu deməsəydim ölərdim. Yəni ki, mən hara gedirəm bunu deyirəm. Mən də bunu vurğulamasaydım olmazdı. Təminə xanım, doğrudan çox xoş oldu sizlə söhbət eləmək. Təşəkkür edirəm. Gəldiyinizə görə uğurlar arzu edirəm və bütün tamaşaçılarımızı, Təminə xanımı az-az görünür, amma görmək istəyənlər əlbəttə ki, birbaşa Milli Gənc Tamaşaçılar Teatrına üz tutsunlar, Təminə xanımın obrazlarına baxsınlar və necə deyərlər, teatrdan uzaq düşməsinlər. Təkcə mənim yox, gözəl tamaşalarımız var. Bizim indi qonağımız Təminə xanımdır. Onsuz da bizim gözəl aktyorlarımız var, gözəl tamaşalarımız var. Mütləq Gənc Tamaşaçılar Teatrına üz tutsunlar və buradan da zövqünü oxşasın. Bəli, teatrı sevən insan, yəni mərhəmətli olar, xeyirxah olar. Mənə elə gəlir, vicdanlı olar. Bəli. Çox sağ olun, təşəkkür edirəm. Siz çox sağ olun.